Xəbər vaxtıdır studiyada. Vəfa təyyar qızıdır. İndi isə daha ətraflı. İranla müharibənin davam etməsi halında Yaxın Şərqin daha geniş ərazilərinin də miqyaslı qarşıdurma təhlükəsi ilə üz-üzə qala biləcəyi bildirilir. Söhbət Yeməndəki Ənsarallah qruplaşmasının müharibəyə qatılacağına dair açıqlamasından gedir. Belə bir məqam həm qarşısı alınmaz yeni gərginlik, həm də daha da artan neft qiymətləri ilə nəticələnə bilər. Çünki xüsusən Səudiyyə Ərəbistanını hədəf almağa hesablanan bu həmlə alternativ marşrutları da məhdudlaşdıracaq. Körfəz ölkələrinə zərbələr və Hörmüzün bağlanması xüsusilə artan neft qiymətləri fonunda Amerika Birləşmiş Ştatlarını narahat edən ən əsas məsələ oldu. Vaşinqtonun həssas damarını tutan Tehransa yaranan fürsətdən məharətlə istifadə edir və bu kontekstdə savaşın istiqamətinin dəyişəcəyi müşahidə olunur. Belə ki, Hizbullahın ardından İranın ikinci müttəfiqi Yəmən Husiləri də aktiv şəkildə müharibəyə qoşulub. Çünki Hörmüzün bağlanması səbəbindən Səudiyyə Ərəbistanı xam neftini Qırmızı dənizdəki Yanbu limanı ilə yönləndirməklə vəziyyəti bir qədər stabilləşdirmişdi. Lakin Husilərə görə bu imkan da aradan qalxa bilər. Bu həmçinin Səudiyyənin geniş miqyaslı savaşla üz-üzə qalacağına da bir növ işarədir. Hərçənd son həftələrdə Ər-Riyad Körfəz ölkələri sırasında İrana qarşı ən kəskin mövqe ilə seçilib. Qısa müddət əvvəl Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın müharibəni Yaxın Şərqi yenidən qurmaq üçün tarixi fürsət adlandırması bunu təsdiqləyir. Savaş, Yemen ve Suudi Arabistan üzerinden bölgesel klikleri de tetikleyeceğinden dolayı bir bölgesel savaşın tetiklenme ihtimalinin de kuvvetle muhtemel olduğu ve hatırdan çıkartılmaması gereken bir diğer husustur. Çünkü Körfez ülkelerinde İran ile gönül bağları bulunan ciddi manada Şii nüfusun varlığının olduğu bilinmektedir ki böyle bir durumda Şii nüfusların da harekete geçerek İran'a destek vermeye başlamalarıyla birlikte bölge bir ateş topuna dönebilir. Nəticə etibarilə müharibəyə qatılmağın onların öz təşəbbüslərindən daha çox Tehranın yönləndirilməsi ilə gerçəkləşdiyi iddia olunur. Lakin Yəməndəki qruplaşmanın prosesə cəlb edilməsinin təkcə qlobal ticarəti əngəlləmək və Səudiyyəyə təzyiqlə məhdudlaşacağı düşünülmür. Husi məsələsi həm də Amerika Birləşmiş Ştatlarının İrana məxsus Xarq adasına mümkün hücumlarını qabaqlamaq cəhdidir. Bu həm Amerikanı Hörmüzdən çəkindirməyə, həm də Səudiyyə və İsrailə Husi hücumları çərçivəsində Birləşmiş Ştatların İrana qarşı nəzərdə tutulan qoşunlarının parçalanması cəhdinə xidmət edən amil kimi dəyərləndirilir. Digər tərəfdən iddialara görə münaqişəyə qoşulmaq məhz Tehranla münasibətləri qoruyub saxlamaq niyyətindən də irəli gəlir. Yaxın Şərq müharibəsinin əvvəlindən aydın görünürdü ki, Husilər heç vaxt döyüşdən kənarda qalmaqda qərarlı deyildilər. Əksinə, onların gecikmiş girişi İranla koordinasiyalı şəkildə qəbul olunan və hesablanmış bir qərarı əks etdirirdi. Həmçinin onlar özlərini Tehranın bölgədəki müqavimət oxunun ayrılmaz hissəsi hesab eləyirlər. Onlar bilirlər ki, müharibəyə girmək onları hücuma məruz qoyacaq. Lakin artıq kənarda qalmaq da fərqli bir zəiflik yaradacaqdı. Söhbət əsas himayədarların artıq onları silah və kəşfiyyatla təmin edə bilməyəcəyinə dair yaranan narahatlıqdan gedir. Yəməndə gedən güclü təbliğat, habelə ölkədə cümə günləri təşkil edilən xalq mitinqləri də daxildə müharibəyə ciddi hazırlıq olduğuna işarə edir. Bu onların əsas səfərbərlik strategiyasıdır. Ekspertlər isə hesab edirlər ki, Husilərin məhz hazırki məqamda müharibəyə giriş etməsi İranın əlini olduqca gücləndirəcək. İndi isə daha vacib olan sual Husilərin nə qədər irəli getməyə və nəyi risk atmağa hazır olduqlarıdır.